Bəlanın qabağını almaq çətindir. Fələklər göndərən bəladandırsa. Əslin tanınacaq geci tezi var. Kimin ki mayası zinadandırsa. Dilənçi var hasil edir diləyi. Dilənən var qızıldandır dirəyi. Adam da var itirəcək çörəyi. Zatı qırıqlığı binadandırsa. Səfəroğlu, sözlərini de əzbər. Bu dünyada kimdir sənə bərabər? Bircə şamı söndürənməz 1000 nəfər. Onun ki, yanması Xudadandırsa. Bugün Xudavənd aləmi sənin evində şam yandırdı, çıraq yandırdı. Qoy çırağın gür yansın, qardaş. Allah mübarək eləsin. Əziz dostlar, yadımızdan çıxartmayaq ki, bugünkü məclis körpələrimizin məclisidir. Düzdür, ağsaqqalımızın ad gününü biz qeyd elədik. Amma bu körpələri biz yaddan çıxarmayaq. Axı o körpələrimiz nənələrimizin, analarımızın köksündə böyüyüb boya başa çatıblar. Nənələrimiz dünyanın min bir keçməşeşindən, nağıllarından, bayatlarından o körpələrimizə köynək biçiblər. Bir də el gözünü açıb görüb ki, dünənki bir uşaq bugün maşallah böyüdü, qara bir nər oldu. Xalqa arxa olan, dayaq olan bir igid oldu. Bunu nənələrimiz daha yaxşı bilərlər. Ta qədimdə əslində nəsildə oğlan uşağı doğulanda onun beşiyinə papaq atırdılar. Deyirdilər ki, nəslə kişi gəlir. Kişi elin də evin də dayağıdır. Qız uşaqlar doğulanda onun beşiyinə iynə, sap, qayçı, belə bir şey atıb başdan edirdilər ki, o işgüzar olsun böyüyəndə. Qız uşaqlarının 40 gün keçmədən dillərinə bal çekirdilər. Nənələrimiz deyirlər ki, qız uşağıdır, ərə gedəndə qoy qaynanasından şirin dilli olsun. Gəlin açıq deyək də. Amma biz gerək qəti fərq qoymayaq. Oğul ya qız fərqi nədir? Hər biri can meyvəsidir. Ata-ananın yenidən bu dünyaya gəlməsidir. Ata kökdür, ana torpaq. Oğlu budaq, qızsa yarpaq. Dünya canlı xalıdır, bax insan onun ilməsidir. Ulular deyib deyirik. Nə deyib, gedib edirik. Babalar deyib deyirik, çünki kişi kəlməsidir. Qardaş, sən də qəflət alanı gör, səni səndən alanı gör. Çalış hər gün balanı gör, bala Allah tövbəsidir. Biz yerə fərq qoymayaq. Oğul ürəkdir, qızsa diləkdir. Oğul pirdir, qızsa sirdir. Oğul bu dünyanın məhəbbətidir, qız Allahın əmanətidir. Əzizinəm şirindir, bala baldan şirindir, valla heç kəs deyənməz. Oğul ya qız şirindir. Biri yurda çıraqdır, biri evə qonaqdır. Oğlu qızdan ayırmaq, Allah haqqı günahdır. Göy ulduzsuz olmasın, çörək duzsuz olmasın, oğlun öz yeri var. Evlər qızsız olmasın. Oğul gəlsin, ad gəlsin, ya qız gəlsin, dad gəlsin. Hansı gəlir? Qoy gəlsin. Kaş evə, övlad gəlsin. Hamın evindən körpə səsi gəlsin. Alqışlayan əlləriniz var olsun. Mən istəyirəm ki, bu məclisdə olan bütün körpələri bura dəvət edin meydana. Maşallah meydanımız genişdir. Cənnətdəki bugün bizim ixtiyarımızdadır. Yəni öz ocağımızdır, öz yerimizdir. Nə qədər körpələr varsa, uşaqlar varsa xahiş edirəm, hamısı gəlsin meydana. Bir dənə ləzinka, onların qəşəng mahnısı var da, özü bilirsiniz. Uşaqları dindirən içindəki ləzinka. Körpələr, oğlum qızdır, hamı gəlsin